Salam aleykum əziz dostlar. Sütlü keçilərdir, İngilis alpinləridir. Baxın. Hamısı sütlü keçilərdir. Satılır. Hamısı bir yerdən satılır. İçində boğaz olan da var. Yerini bıraxıb, bugün sabahdır. Qalanları 15 dənə keçidir. 15 dənə keçidir. 2 dənə təkədir. 13 dənə də dişidir. Dişilərin 11 dənəsi doğub. Çoxusu da cüt balalar doğub. Hal-hazırda 2 dənəsini sağıram. Biri budur. Biri budur. Biri də budur. Baxın. Maşallah. Biri də budur. İkisindən 4 litr yarım süt sağıram gündə. Qalanları isə sağmıram çünki balaları var. Cüt balalardır. Bu da təzə doğub, yeni 3 gündür doğub. Mayalandırır. Yaxşı da süt verər. Keçin. Hamısı birinci qarnadır. Hamısı birinci qarnadır. 60-70% bu cüt doğub. Bax, bu yanında cüt balaları. Cüt balaları. Obşum, keçilərin qiyməti 450 manatdır. Balalar da 150 manat. Hamısı bir yerdən satılır. 13 dənə baladır. 15 dənə keçidir. Sonra qala qoyunları satılır. Bax, cüt bala ilandır, bax, baxın. Əkiz dişi balalardır, ikisi də. Cüt baladır. Heyvan da, baxın. İkisi də dişidir, maşallah. Mıncıqlı heyvanlardır, baxın. Bunlar heç doğmayıblar. Bu təkədir. Təkə deyirəm, toğruldur. 10 aylıqdır. Burada da var. 1, 2, 3, 4, 5, 6, yani 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə heyvandır. 8'i dişidir, biri erkəkdir. Balaları saymırıq. Hamısı da qalasort qoyunlardır. 450 manatla üstbəüz. Toğrul da verirəm 450 manata. Yox, 1-600 manat qiyməti var. Yəni hamısını alanlara deyirəm. Qoyunlar addelini satılır, keçilər isə addelini satılır. Balalar da ki 200 manatla verirəm inşallah. Belə balalar 300-350 manat balalar. Özdə ikisi də dişidir, ekizdirlər. Ehtimal var ki, inşallah gələcəkdə bunlar da, yəni hər iki bala da cüt doğsunlar, elə birinci, ikinci qarnı. Hoşuma belə. Balalar, quzular 200 manatla, qoyunlar 450 manatla, üstbəüst. Keçilərdəki, dedim də, yəni 450 manatla, üstbəüst, hamısı birinci qarnadır, maşallah. Hamısı birinci qarnadır. Bu 3 litr süt verir, bu qabağımda duran. Bunları, yəni balaların ayırıb tək keçiləri saxsaz, yəni 2 litr yarım, 3 litr elə birinci qarna verərlər. Çünki mən iki dənəsinin balasını ayırmışım, atmışam başqasının altına. Bunları sağıram deyənə, ona görə belədir. İstəyən baxın, yerlərinə baxın maşallah. Elə bunlara 2 dənə bala əmir. Yəni buna baxın maşallah. Baxın. Hoşum var belə. Videonu çox uzun eləməyəcəm. Bunlar qaralar İngilis alpinlərdir. Bax, deyirəm əziz dostlar, tək satılmır. Bir dənəsi də boğazdır, bax. Cüt qarnadır bu da, inşallah ki. Çünki bilinir də. Ola bilər tək də doğsun. Çünki bunlar 70-80% cüt doğublar. Bax, yerini də buraxıb, bot-botdur, baxın. Bu balalar da ki, maşallah, göz qabağında da hamısı. Yarısı erkəkdir, yarısı dişidir. Hamısı İngilis alpinlər. Bunlar yeni sortdur. Yəni, bunlar qırmızı Kaliçin alpindir də. Bunlar buraya edir, cüyür gedir bunlar. Sütlü keçilərdir. Bax, maşallah. Hamısı birinci qarnadır. Ünvan da Bakıdır. Tək satılmır. İstəyir qoyunlar, istəyir keçilər. Keçilər kom satılır, qoyunlar da kom satılır. Qiymət də dedim, tək yəni xahiş edirəm yazmayın bura. Bir də yazmayın qiymət nədir. Videonu burada deyirəm. Aşağıda yazmayın qiymət. Maşallah. Təbarakallah. İstəyən olsa hazır maşın da var. Yəni maşın da var. Süt sağan maşın. Keçi üçündür, yəni qoyun üçündür. Divayını oydu.
Ha, istəyən olsa yəni bu bir, bu da iki. Bunlar yəni inək üçün deyirəm, sırf keçi üçün alınıb. Ha. 25 kiloluqdur. Bu cüt bala ilədir, bax altında. Biri bu yandadır, biri də bu yandadır, baxın. Maşallah. İndi bunlar giriblər hisinsinə. Biraz rəngləri girib. Baxın. Ha, maşallah. Baxın belə.